Yahudi qəbiləsinin böyüyü Peyğəmbərimizin yanına gəldi. Peyğəmbər ayağa durdu, öz yerini ona verdi, özü kənarda oturdu. Oturdu, söhbət elədilər, Peyğəmbər çox ədəblə, ehtiramla danışdı. Sonra durdu ayağa, Peyğəmbər onu yola saldı, qaydanda. Sahabələr soruşdu, ya Rasulallah, buna bu qədər ehtiram eləməyin səbəbi nədir? Peyğəmbər burada öz qəbiləsinin ağsaqqalıdır. Ağsaqqalla ona uyğun davranmaq lazım. Biz hər şeyi din əsasında eləmirik. Ədəb tələb elirdi ki, mən ona öz yerimi təqdim eləyim. Bir Yahudi əleyhissalamdan bir söz soruşdu, sual verdi. Ben görmüşəm onu, deməli, təqribən bəlkə bir səhifədən çox cavab verir Həzrət Əli. Hər abzas başlayanda deyir ki, ya əxəl Yahud, ya əxəl Yahud, ya əxəl Yahud. Hey, bu sözü təkrar edilir. Ey Yahudi qardaş, ey Yahudi qardaş. Hər təzə fikrə başlayanda təkrar bu sözü deyir. Uzun söhbət içində başqa dinin nümayəndəsi ilə ədəb qaydalarına riayət edir əleyhissalam. Ona İslam ədəbinə uyğun davranır. Əmr ibn Əbdəvidi ki, hamı tanıyır. Əmr ibn Əbdəvid Xeybər döyüşündə əleyhissalamdan qarşı-qarşıya gəlir. Çox vacib bir döyüşdür. İslamın müqəddəratını o döyüş həll eləyir. İslamın taleyini. Əleyhissalam şücaətlə döyüşür ona qarşı, onu qətlə yetirir, onu öldürür. Zirehini götürmür. Döyüşdən qənimət götürmək ən ibtidai haqqdır, bu gün də var. Yəni döyüş qəniməti, düşmənə zərbə vursan, onun sürsatını, silahını qənimət olaraq götürürsən. Həzrət Əli onun zirehinə dəymir, gəlir. Çox da bahalı zirehi var idi, yəni Həzrət Əli üçün çox qiymətli idi o. Onu satıb bir xeyli özünü təmin eləyə bilərdi. Gəlir, sahabələr soruşur ki, Peyğəmbər sahabələri ki, ya Əli, niyə zirehini götürmədin? Axı biz görmüşük döyüşdə qənimət götürərlər. Həzrət Əli isə cavab vermir, gəlir Peyğəmbər buyurur ki, ya Əli, de, səbəb nə idi ki? Elə istəyir ki, yəni bizə dərs versin Həzrət Əli. Səbəb nə idi o zirehi götürmədin? Həzrət Əli təxminən bu məzmunda, mən cümlə demirəm, belə cavab verir ki, deyir o düşməndir, bizə həmlə elədi, mən də nə qədər nəsihət elədim, başa düşmədi, gəldi bizə hücum elədi, mən də vəzifəm ondan döyüşmək idi, ondan vuruşmaq idi. Mən də ondan vuruşdum, o qətlə yetirildi, amma o nüfuzlu bir adamdır. Qəbiləsinin ağsaqqalıdır, hörmətli bir adamdır, onun hörmətini sındırmaq istəmədim. Onun hörmətinə toxunmaq istəmədim. Düşmən də olsa, hər kim olsa, onun öz qəbiləsi içində nüfuzu var, onun böyülüyünə uyğun davrandım. Yəni, bu ədəbi indi bugün kim riayət eləyir müsəlmanların içində? Bu bizə İslamın verdiyi düşməndir, vuruşursan, təcavüz eləyib, o sənin vəzifəndir, vuruşmaq ayrı məsələdir. Sizinlə vuruşanlarla vuruşun, amma o demək deyil, nə istəyirsən onu eləyəsən. Döyüşdə də ədəbə riayət eləməyə bu qədər təkid eləyir. Yahudi qəbiləsinin böyüyü Peyğəmbərimizin yanına gəldi. Peyğəmbər ayağa durdu, öz yerini ona verdi, özü kənarda oturdu. Oturdu, söhbət elədilər, Peyğəmbər çox ədəblə, ehtiramla danışdı, sonra durdu.